Bəli uşaqlar, bugün velosipeddə çox qəribə bir şey denədim. Hani maraqlı bir şey oldu. Məsələn, nə etdim? Normalde burada gördüğünüz gibi burada iki şurup, burada da neydi o şurubu tutan bir şurup daha var. Normalde 3 tane şurup belə normal qapaqçıq var da. 2 tane normal burada olmalıydı. Ben hani bunu çıxartdım, bunu normal çıxartdım, təkcə bir dənəsi qaldı o şurubu nəyə dəstəkləyəcəyim. O qalanı şurubu sıxdım biraz qaba. Və bunun sonucunda nə oldu mən sizə deyim, bu diskin demək olar ki, gözümdə. Bir bunun diska baxın, normalde bak görürsünüzsə ki, bak bura yeyilmir. Bu hissə yeyilmir. Bundan üsttəki hissə ancaq yeyilir, isinir. Amma mən bunu biraz işlətdim, bunu biraz sıxdım və gördüyünüz kimi bunun yarısından çoxu işləyir. Bu hissəyə qədər işləyir. Normalde bundan yuxarı təsir işləyirdi. Qalan bunlar da işləfsər idi, amma ki tam yox. Yəni indi bunu çıxartdım normal, indi bilmirəm, bu indi dayanmağa, fren məsafəsini qısaldacaqmı onu tam bilmirəm. Amma onu bilirəm ki, tormuz sıxanda normal qəribə bir tık deyə səslər gəlir. Qapı da ölməsi kimi bir şey gəlir. Bir iki metalın özünə möhkəm bir şəkildə vurması kimi bir səs gəlir. Hani bunun çıxarmağım ziyan mı olduğunu bilmirəm, amma onu bilirəm ki, bu tobada bu arxa nədir? Bu şurubu aça bilirəm, amma bu ikinci şurubu aça bilmirəm. Səbəbi niyə? Çünki bu tormuz burada yerləşir deyə buraya şurub girmir tam. Oraya ilişir. Yəni, o biri velosipedlərdə heç olmazsa nədir? Kaliper bax. O biri velosipedlərdə bax, bu ən fazla ya burada olar, ya da ki nə bilim ki, bu da olmadı burada olar, amma ki bu da biraz hündür olar. Amma bundan hani o kadar dardı ki bura hissə, yəni bura şurup girmir. Bura şurup girsə də aça fırlada bilmirəm. Bir dənə bunu fırlada bilirəm. O da çox mənə əsəb eləyir. Aça da bilmirəm. Amma ki, onu bilirəm ki, qabaqda bunu çıxan nədir? Bunu çıxardanda deyim sizə biraz heç olmasa kaliper nədir? Biraz qabağa gətirmə olurdu. Biraz əyridir elə bir küçük. Yuxarıda bu var. Yuxarıda bax bu var. Amma ki aşağıda o yoxdur. Aşağıda mən normalde polnu sıxdım, bu kaliperdə buraya sürtməyə başlayırdı ona görə. Yəni sizcə bunu eləməm səhvdirmi, düzdürmü?